Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizin də ümumi biologiyadan 4-cü sınavımıza ilə qarşınızda. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda soruşur, hansı rəqəmlə verilmiş fərdin genotipi homozigot olma ehtimalı var? Deməli, birincisinə baxırıq. Burada tek A'nın və tek B'nin əmələ gəlməsi üçün B 0 olmalıdır, A 0 olmalıdır. Çünki A ilə B birləşib AB, B ilə 0'ı birləşib B alınır. A ilə də bu 0 birləşmiş A almış olacaqdır. Sonra ikincinə baxırıq. Burada AB alınıb. AB alınması üçün burada mütləq A olmalıdır. Buradan da B olmalıdır ki bunlar birləşib B almış olsun. Sonra bu deməli bu A ilə burada B'nin alınması üçün burada da B olarsa əgər B ilə B birləşib B əmələ gələcək. B ilə də A birləşir. Yok, burada deməli burada olacaq onda B0 aynen 0 yeni 5 A0 B ilə də bu B almış olacaqdır. Bizə deyir ki eyni homozigot eyni olacaq 2 ilə 5 C variantı. İkinci sualımızda soruşur. Qurbağa populyasiyasında homozigot tünd rəngli qurbağaların sayı 350. Heterozigot tünd rəngli qurbağaların sayı 100. Açıq rəngli qurbağaların sayı 50 ədəddir. Dominant ailələrin rast gəlmə tezliyidir. İndi buradan bunun özünü yazmışam. Deməli 350 dənə tünd rəngli qurbağaların sayı. Buradan yazdıq 350 tünd rəngli qurbağaların sayı. Heterozigotların sayı da 100. Bunların digərlərinin sayısı 50'dir. Və bunda 350 A o deməkdir ki, 350 dənə böyük A, 350 də 2 dənə kiçik A böyük A əmələ gəlir. Bunların da cəmi 700'ü verir. Bunlar isə 100 dənə böyük A, o deməkdir ki, 100 dənə içərisindən böyük A geni, 100 dənə kiçik A geni vardır. 50 dənə kiçik A o deməkdir, üzərində 50 A geni və 2 dənə 50 A geni, yəni 100 dənə kiçik A geni varmış. Və bunlarda bizim ümumi genli dominant genlərin rast gəlmə tezliyi 350 burada 350 700 etdi mi? 100 də burada 800. Deməli dominant genlərimizin sayı 800. Ümumi genlərimizin sayını içərəcək. Deməli 700 buradadır, 100 buradadır, 800, 900, 100 də buradadır 1000. Dominant genlərin sayı oldu 800. Ümumi genlərimizin sayı oldu 1000. 800'ü 1000'e bölü oldu 0,8. Sonra mavi renkli 0,8 bu da B variantı. Mavi renkli xoruzla, mavi renkli toyuqla 75 dənə qara, 75 dənə ağ, 348 dənə mavi cücə əmələ gəlmişdir. Qara renk daşıyan genin rast gəlmə tezliyi tapın. Burada yadınıza saxlayın ki, mavi cücə o demək ki, böyük ya kiçik ya. Buradan da yine buradan da bunu yazmışıq. Böyük rast gəlmə tezliyini tapmaq üçün bu deməkdir ki, mavi renkli xoruz, mavi renkli xoruzla mavi renkli toyuq çarpazlaşanda bir dənə böyük alınır, böyük kiçik alınır, bir də kiçik. Qara toyuqlar böyük ağlardır, 75 dənədir. Bundan 75'i böyük, 75'də kiçik üzərinə gələndə o da 150 dənə böyük əmələ gəlmiş olur. Ağ da 75 dənədir, 75 dənə də kiçik, 75 dənə A olur, 75 dənə kiçik, cəmi 150 dənə kiçik A olmuş olur. Mavi renkdə də 348'dir. O deməkdir ki, 348 dənə böyük ya da 348 dənə kiçik. Genlərin ümumi sayını toplasaq, bütün cəmisə 996 dənə rast böyük genlər olur. Ümumi genlərin A genləri isə 498'dir. Rast gəlmə tezliyini tapmaq üçün burada olan genlərin sayını ümumi genlərin sayına bölmək. 498'i 996'ya bölsək 0,5 alınmış olacaq. Cevabımız da olacaq D variantı. Dördüncü sualımızda soruşur ki 9 nəfərlik
Qəsəbədə insanların 40% bütün insanlara qan verə bilər. 40% bütün insanlara qan verə bilər ki, yadınıza saxlayın, insanlara qan verə bilən birinci qan qrupudur. 10% insanlardan qan ala bilər. Qan ala bilən qan qrupu isə dördüncü qan qrupudur. Deməli, qalan insanlar yarısı esoterləri B antigeni olarsa, B antigeni qəsəbədə neçə insan etosunda A antigeni rast gəlmiş olar. Deməli, 40% yazırıq buradan. 40% birinci qan qrupu, 10% dördüncü, 40-dan 10-un cəmi 50. Qalan insanların yarısı, yəni 25% ikinci qan qrupuna aiddir. 25% isə 25% üçüncü qan qrupuna malikdir. 5% 3, 25% isə ikinci qan qrupuna malikdir. İndi bizə deyir ki, A antigeninin rast gəlmə tezliyi. Buradan yazırıq. Yazanda birinci. Deməli 10% burada A antigeninə rast gəlirik. Burada 10% burada var. Bir də 25% də burada var. 10-dan 25-i cəmləsək neçə edəcək? 35%. Ümumi 900 dənə də dediyinə görə 900 100% təşkil edir. 35% də insanların sayı neçədir? Oradan 315 almış olacaq. Cavabımız da D variantı. Sonra 5-ci sualımızda nə soruşur? Boz rəngli fenotipə malik olan dovşanların genotipini göstərin. Yadınızda epistatik təsir mövcuddur. Yadınızda saxlayın ki, boz rəngi olması üçün mütləqdir ki, böyük C və böyük, bunun böyründə hansı bir kiçik C də ola bilər, böyük C də ola bilər. Mütləqdir bir də böyük A geni olur. Böyük A genində böyründə həm kiçik A da ola bilər, böyük A da ola bilər. Amma mütləq 2 dənə böyük C-ni və böyük A-nın geni olmalıdır. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. Sonra deyir, 2 diheterozigot fərdin çaprazlaşması zamanı əmələ gələn genotip sayı G ilə fenotip sayı F ilə işarə etsək, F bərabər Y-1 bölünsün 4 olarsa deməli. Demək, 2 diheterozigot fərdin çaprazlaşması zamanı genotip sayı olacaq 9. 9 nə genotip olur? Və ondan fenotip sayıda deyir ki, G-1. 9-dan 1-in çıxsaq 8. 8-i də 4-ə bölsək 2 eləyəcək. Deməli, fenotip sayımız da oldu. Burada 2. Və nəyi soruşur? Ümumiyyətlə, yadınıza saxlayın ki, genotip sayı 9. Fenotip sayı isə 2 olanda hansı halda olur? Bu ancaq o halda olur ki, komplementarlıq halında olur. Çünki komplementarlıq zamanı qeyri-allergenlərin qarşılıqlı təsiri zamanı valideyndə olmayan yeni əlamətlər meydana çıxmasıdır. Məsələn, bu zaman iki fenotip genetik. Bu gecəçəyi bitkisində olur. Qırmızı rəngin meydana çıxması üçün hər iki allel cütünün dominant genlərin olması olarsa çıxır. Ona görə də olmayan dadıqda isə bu zaman ağ rəng müşahidə olunur. Yəni, orada 2 dənə rəng olur. Bir ağ, bir də qırmızı keçəcək. Deməli, azıq D variantı genlər arasında komplementar təsir olmuşdur. Göyərçinin yumurtalığın yetişmə zonasına 8 hüceyrə daxil olmuşdur. Sonda əmələ gələn X xromosomu qametlərin sayı Y xromosomu qametlərin sayından 3 dəfə çox olarsa, neçə yönəlici cisimcik Y xromosomuna malik olur? Deməli, yumurtalığın yetişmə zonasına 4 hüceyrə daxil olubsa, 8 ilə vururuq 4-ə. Çünki mitoz bölünmə nəticəsindən 1 hüceyrədən 4 dənəsi əmələ gəlir. Bu zamanda alınır 32 hüceyrə. 32 hüceyrənin yarısı 16-sı X xromosomlu, 16-sı isə Y xromosomlu olacaqdır. Və bunda deyir ki, neçə dənə qamət əmələ gəlib, neçə hüceyrə daxil olubsa, o qədər də qamət əmələ gəlib. Və bu 8 qametini deyir ki, Y xromosomu qametlərin sayından 3 dəfə çox olarsa, bu o deməkdir ki, 8 qametlərinin sayından 8, bu 2Y olacaq.
6 da X olmuş olacaqdır. Sonra gələcək buradan neçə dənə deyir Y xromosomlu qamet olur. 16-dan 6'sını çıxsaq neçəsi qalacaq? 10 dənə X xromosomlu. 16'dan 2'sini çıxsaq neçə qalacaq? 14 dənə də Y. Deməli 10 dənə X, 14 dənə Y. Bizdən də Y soruşduğuna görə C-ni götürmüş olur. Sonra deyir, dişi heterogamet fərdin ilişikli gen qruplarının sayı 26 olarsa, bu fərdin bağırsaq hüceyrə mitozun profaza mərhələsində neçə autosom xromosom olduğunu hesablayın. Bir qayda olaraq yadınıza saxlayın ki, ilişikli gen qruplarının sayı həmişə cənsin fərdin geninin haploid dərsinə bərabər olmuş olacaqdır. 26 deyirsə, deməli bunun haploid dərsi də 26 cütdür. O deyiləcək 52. Yəni 52 dənə bunun xromosomu var. Və 52 xromosomlardan da bağırsaq hüceyrəsində də profaza mərhələsində 2N olur. Yəni elə xromosom 52-yə bərabər olur. Autosom xromosom dediyinə görə autosom xromosom bir cüt cinsi xromosom olur. Qalanları isə autosom xromosom. 52-dən də ikisini çıxsaq neçə edəcək? 50 olmuş olacaq. Bu da D variantı. Sonra 9-cu sualımız. 9-cu sualımızda deyir ki, 500 ədəd ağ, qırmızı və çəhrayı çiçəkli olan çiçək bitkinin populyasiyasında 200 bitki qırmızı çiçəkli nisbi tarazlıq vəziyyətində ağ çiçəkli bitkilər neçə faiz olar? Deməli, 500 buradan tapaq görək bu 200 bitki neçə faizini təşkil edir? Buradan tapırıq 500 100%-ni təşkil edirsə, bu 200 dənəsi neçə faizini təşkil edəcək? X. X da bərabər olacaq 4%. Bunu da rast gəlmə tezliyinə çevirsək 4%. Bu da edəcək 0,4'e. Yəni 0,4 bu deməkdir 0,4 %4 böyük A böyük A. Onda bir dənə böyük A nəyə bərabərdir? Bunun yarısına yəni 0 tam böyük A da bərabər olacaq 0,2'ye. Deməli biz Heidelberg qanununa görə deyirdik ki, A üstə gələnsin, böyük A üstə gələnsin kiçiyə cəmi 1'i verməlidir bizə. Bizdə isə bu cəmi A-mız var, 0,2. Gətirib yerinə qoyub kiçik A-mızı tapacağıq. Gətirəm burada yerinə qoyuram 0,2. Elə kiçik A-nı məhsul kimi A kimi saxlayın, bərabərdir 1'ə. Buradan da kiçik A nəyə bərabərdir? A da bərabər 0,8'e. Yəni bunun rast gəlmə tezliyi 0,8'dir. İndi bizdən nəyi soruşur? Ağ çiçək. Ağ çiçək resessiv əlamətdir. Yəni A şəklindədir. Biz resessiv əlaməti tapmaq üçün tapdıqda 0,8 gətirib yerinə qoyaq. 0,8 vuraq. 0,8 neçə edəcək? Bu da cəmi edəcək 0,64. Bu rast gəlmə tezliyidir. Biz faizlə soruşur. Rast gəlmə tezliyini faizə çevirmək üçün bunu 100'ə vuracağıq. Bu da edəcək 64%. Cavabımız da olacaq 64% C variantı. Sonra insanın bir xromosom deməli insanda bir xromosom genlərin ardıcıllığı böyük A, böyük B, böyük D, C, sonra D, sonra Y, sonra isə K, Z kimidir və bizdən nəyi soruşur? Bizdən soruşur ki, bu genlərə baş verən mutasiya hansı Lejen sindromu aiddir? Yadınızda saxlayın, Lejen sindromu nə idi? Lejen sindromu o idi ki, xromosom sahəsinin itməsini göstərir. Baxaq görək ki, burada harda itibdir? C variantına diqqətlə baxsaq görürsünüz. Burada Y itmişdir burada. Ona görə də C variantı uyğun gəlmiş olur. 11-ci sualımıza deyir, çarpazlaşmasında neçə fenotip üzə çıxır? 2 əlamətə görə natamın dominantlıq, ilk 2 əlamətə görə natamın dominantlıq mövcuddur. Bunları hamısını gətirəcəyik. Birinci böyük A ilə
böyük A. Bu natamam dominantlıq şəraitində 3 dənə fenotip, 3 dənə də genotip alınır. Sonra böyük B ilk ikisində kiçik B ilə böyük B ilə kiçik B çarpazlaşmasında bunda da yine 3 dənə fenotip, çünki ilk ikisində 3 dənə də genotip almış oldu. İlk ikisində de qeyri tam dominantlıq. Qeyri tam dominantlıqda genotip sayı fenotip sayına bərabər olur. Sonra da gəlir böyük C, kiçik C çarpazlaşır. Kiçik C ile kiçik C ile bu zamanda alınır. 2 dənə fenotip alınır. 2 dənə də genotip almış olacaqdır. Sonra keçirik D'lərdən böyük D, kiçik çarpazlaşır böyük D ile. Bu zamanda yine de 2 genotip alınır. Bir dənə də fenotip almış olacaq. Bizə də nə soruşur? Neçə növ fenotip üzə çıxar? Bütün fenotipləri vuraraq bir-birinə. 3'ü 3'ə vursa 9, 9'u 2'ye vursan 18. 18'e 1'e vursan 18. Yine de 18'inde fenotip üzə çıxacaq. 12-ci sualımızda deyir, ata və ananın nikahından A0 qan qrupuna malik övladın dünyaya gəlmə ehtimalı 25%, RH mənfi və rezuslu qanın malik olma ehtimalı isə 75%-dir. Verilənlərə əsasən aşağıdakılardan hansı doğrudur? İndi gəlin görək aşağıdakı. Deməli, burada bunu yazsaq, ananın, atanın qan qrupunu burada yazıram ilk öncə 25% ehtimal olması üçün valideyn A 0 B 0'la çarpazlaşmalıdır. Bu zaman B 0'la çarpazlaşmalıdır. Bu zaman alınır nə? 1 AB alınacaq. 1 alınacaq. A0 sonra B0 bir də 0 0. Yəni burada da gördüyün kimi 4'te 1'i de 25% olması için ananın və atanın qan qrupu O. 75% olması üçün biz böyük R müsbətdir, kiçik R isə mənfidir. Bu bundan çarpazlaşdırsaq, bu zamanda alacağıq böyük R, 2 dənə böyük R, kiçik R, bir də kiçik R, kiçik R. Bunlar da birlikdə neçə 75% təşkil edir də. İndi bizdən nəyi soruşur? Hansı doğrudur? Atanın qan qrupu deyir. B0 RH ola bilər. Atanın qan qrupu RH mənfi ola bilər. Xeyr, olma bilməz. Çünki atanın qan qrupu B0 götürür. Amma RH mənfi deyil, RH müsbət olmalıdır. Ona görə də bu yanlışdır. Sonra keçirik. A, B, RH müsbət qan qrupuna malik oğlanın doğulma ehtimalı 3'te 8'dir. Deməli, buradan bütün ehtimalları yazsaq, A, B qan qrupuna malik olan oğlanın ehtimalı burada baxdıqda neçədir? Burada A, B 4'te 1, yəni yazıram 4'te 1. Qan qrupu oğlanın doğulma müsbət olması üçünsə 4'te 3 vurulsun 4'te 3. Oğlan da deyə, bunu da eririk 2'də 1'ə. Cəmi neçə eləyəcək? 32'də 3 etmiş olacaq. Burada da 3'te 8. Ona görə bu da düzgün deyil. RH mənfi qan qrupuna malik qızın doğulma ehtimalı 6'da 1'dir. 16'da 1'də gətiririk. 0 0 neçəydir? 4'də 1 vurulsun. Mənfi olduğuna mənfinin üstünə gəlməsi 2'də 1. Vurulsun.
Qızın doğulma ehtimalı da 2'də 1 götürsək, 4'də 16'da 1 olmalıdır. Burada elə cavabımız olacaq. Yox, 4'dür. Bu mənfi qan qrupudur. Qızınki mənfi qan qrupudur. 4'də 1'dir. 4'ün 16, 16'nı da buraya 2'ye vuranda bu 32'də 1 eləyir. 32'də 1 eləyir, amma burada 16'da 1'dir. Bu da uyğun gəlmir. Deydə də deməli nə deyir? Çarpazla 12 növ fenotip bizə çıxa bilər. 4 növ qan qrupunda olur fenotip. 2 növdə rezusda olur, mənfi müsbət. 4'ü 2'ye vursaq 8 edir, amma burada 12 yazıb. Bunu burada getdi. O eğer müsbət tiplər oğlanın doğulma ehtimalı 32'də 3'dür. Bəli. Nəyə görə? A-unu baxırıq burada 4'də. Nədir? 4'də 1, 2, 3, 4'də 1. A olmaz. 4'də 1 vurulsun. Müsbət rezus 4'də 3. Oğlan da 2'də 1 ehtimaldır. 4'də də 16, 32'də 3 olmuş olacaq. Cavabımız olur Y variantı. 2 diheterozigot fərdin çarpazlaşması zamanı əmələ gələn fərdlərdə fenotip sayı 3 növ olmuşdur. Buna səbəb nə ola bilər? Fenotip sayı 3 növ olmuşdursa, natamam dominantlık şəraitində genlərin ilişikli olması. Bu da Y variantına uyğun gəlmiş olacaq. Epistatik təsir mövcud olduqda boz adadoşanlarının neçə növ genotip ola bilər? Deməli, yadınıza saxlayın ki, epistatik təsir mövcud olduğunda mütləq böyük C-nin yanında həmişə yadınıza saxlayın. Boz mütləq də A olmalıdır. Bu A-nın böyründə və C-nin böyründə yazdığım fərqini bilirsiniz nə demək? Yəni burada biz kiçik C-ni də yaza bilərik, böyük C-ni və ya burada böyük A-nı da yaza bilərik, kiçik A-nı yaza. Amma mütləq 2 dənə hər birindən bir dənə dominant və gen olmalıdır. Ona görə də biz burada bunu yaza bilərik. Böyük C, kiçik C, böyük C, kiçik C, böyük. Bu şəkildə yaza bilərik. Və yaxud da ki, böyük C, böyük A şəklində yaza bilərik. Və yaxud da ki, böyük C, kiçik C, böyük A şəklində yaza bilərik. Və yaxud da böyük C, böyük A, kiçik A şəklində də yaza bilərmiş olaraq. Bu şəkildə hər iki halda. Bunu gördüğünüz kimi 4 dənə formada yazmış olduq C. 2 dihidrozigot nohut bitkisinin çarpazlaşmasında fenotipə görə valideynin eyni olan fərdin genotipə görə valideynin eyni olan fərdin fenotipə görə valideynin eyni olan fərdə nisbəti neçə olacaqdır? Ümumiyyətlə yadınıza saxlayın ki, bunların çarpazlaşması nəticəsində həmişə 4, 2, 2, 2, sonra 4 dənə də 1, yəni 4, 2, 2, 2, 1, 2, 3, 4, 4 dənə də 1 olmuş olacaqdır. İndi bu 4 dənəsi yadınıza saxlayın ki, valideynin genotipi ilə eynidir. Qalanları isə yox. Və məsələn 4 dənəsi böyük A, böyük A, kiçik A, böyük B, kiçik B-dir. 2 dənəsi ancaq böyük A, kiçik A, böyük B, böyük B-dir. 2 dənəsi böyük A, kiçik A, kiçik B, kiçik B-dir. 2 dənəsi böyük A, kiçik B, kiçik B-dir. 2 dənəsi də yekundakı olan 2 dənəsi də böyük A, kiçik A, kiçik A, böyük B, kiçik B-dir. Sonralar hər birinə deməli dominantlar gəlir. Məsələn, böyük A, böyük B, böyük B bir dənə olur.
Böyük ya, böyük ya, kiçik b bir dənə olur. Kiçik ya, böyük b bir dənə olur. Kiçik ya, kiçik b. Yəni bütün əlamətlərə bir dənə olmuş olacaqdır və fenotip buradan 9 dənə fenotip alınır. 9 dənə sarı hamar, 3 dənə sarı qırışıq, 3 dənə yaşıl hamar alınmış olacaqdır. Bir dənə də yaşıl qırışıq. Valideyninin forması sarı hamardır. Genotipi deməli valideynin genotipi 4'dür. Forması sarı hamardır. Bu da 9 dənə burada. Yəni 4'ün 9'a olmuş olacaq. Bu da Y variantı. İkiz bacı olan Günel və Lamiye'nin qan qrupları müvafiq olaraq 1 və 4-cü qan qrupu. Onlar arasında onların anasının qan qrupunun 2 olma ehtimalı neçə faizdir? Deməli, bunlar əkiz bacı olan deməli, 1-ci və 4-cü qan qrupu əmələ gəlməsi üçün mütləqdir ki, birinin qan qrupu A0 olmalıdır, çarpazlaşmalıdır B0 ilə, yəni ikinci qan qrupu 3-cü qan qrupu ilə çarpazlaşmalıdır. Gördüyünüz kimi, deməli, burada 2'də 1'də neçə edəcək? 50%. Bu da D variantına uyğun gəlmiş olacaqdır. 7-ci kərtənkələnin yumurtalığının çoxalma zonasında daxil olmuş A böyük ya, böyük B, böyük ya, kiçik ya, böyük B, kiçik B genotipli ilkin cinsi hüceyrə 2 dəfə bölünmüşdür. Əmələ gələn qametlərinin genotip nisbəti 1-in B olarsa neçə yönəlici cisimcik AB tipli olar. Deməli, 2 dəfə ardıcıl bölünmüşdürsə 3 vurulsun 2 üstü 2. Neçə edəcək? 3'ü vurasaq 4'ə edəcək 12. Bu da edəcək 3 vurulsun 4 bərabər olacaq 12'ye. 12 dənə hüceyrə əmələ gəlmişdir. 12 hüceyrə daxil olursa və ondan hər bir hüceyrə 4 dənə qamətdir. 12'ni də vursaq 4'ə neçə edəcək? 48. 48 dənə hüceyrə əmələ gəlir və 48 dənə hüceyrədən 12 dənəsi dedik ki, budursa, bu hansı qamətlər verəcək? Bir dənə A, böyük A, böyük B. Sonra bir də böyük A, kiçik B. Bir də kiçik A, böyük B. Deməli, bu da kiçik A, bir də kiçik B. Və bu 12 dənə hüceyrə daxil olmuşdursa, hər birindən də yenə 12 dənə əmələ gəlmiş olacaqdır. Və bizdən nəyi soruşur? Əmələ gələn qamətdən gələn birinin neçə yönəlicisi AB qamətdə olacaq. Deməli, yetişmə zonasına neçə hüceyrə daxil 3 ilkin hüceyrə daxil olub. Deməli, yekunda 12 dənə, hər birindən 12 dənə alındı. Bundan da 12, bundan da 12. Və neçədən hüceyrə? İlkin hüceyrə 3'dür. 12'dən bunların hər birindən də 3'ün çıxacaq. Hər 3'ün çıxsaq, bizə nə soruşur ki, AB 12'dən 3'ünü çıxsaq edəcək 9. 9 dənə AB tipli qaməti olacaq. Bu da A variantı. 18. Hemofiliya xəstəliyinə görə daşıyıcı olan ana ilə sağlam atanın nigahından doğulan oğlanların neçə faizi xəstə olar? Deməli, hemofiliya daşıyıcı ana, onda belə yazırıq da, X daşıyıcı ana, X böyük H, X kiçik H. Çarpazlaşdırdık. Sağlam ata. Bu zaman uşaqlar nə alınacaq? Bununla bu birləşəcək. X böyük H, burada X böyük H. Sonra bununla da bu birləşmiş. X böyük H, Y. Bir oğlan dünyaya gəlir. Sonra bununla bu. Bir dənə daşıyıcı qız dünyaya gəlir. X H, X. Sonra bununla da bu. Bir dənə də X H, Y. Bir dənə də xəstə oğlan dünyaya gəlir. Bizə nəyi soruşur?
neçə faizi xəstə olar? 2 dənə oğlan dünyaya gəlibdir ümumiyyətlə. Biri 1, 2 və onun biri xəstədir. 2-nin biri xəstə oldu, edəcək 50%. D variantı. 19-cu sualımızda nə soruşur? 19-cu sualımızda soruşur ki, ana və atanın nikahından əmələ gələn övladların qan qrupu və rhezus amillərinə görə genotip növü 12-dir. Buna əsasən hansı ifadə yanlışdır? Genotip növü 12 deməli, qan qrupları, bunun qan qrupu Antaninanın A0 ilə B0 çarpazlaşmalıdır ki, bu zaman 4 cür qan şey alınmalıdır. A0, AB, D0, bir də 0, 0. Burada gördünüz 4 dənə genotip almış olacaqdır. Rhezusa görə də hər ikisi müsbət olmalı, amma heterogamet olmalıdır. Böyük yer, kiçik yer. Bu zaman olur. Böyük yer alınır. 2 dənə böyük yer, kiçik yer, bir də kiçik yer, kiçik. Bir də kiçik yer, kiçik yer. Deməli 3 dənə də 4-ü də 3-ə vursaq 12. Deməli, indi bizə nə soruşur? 4 genotip deməli, ana mənfi rhesuslu 2 qan qrupu ola bilər. Yanlışdır ifadəsi elə bu A-ya aiddir. Nəyə görə? Çünki ana mənfi rhesuslu ola bilməz. Ana müsbət rhezuslu ola bilər. Ona görə. Çarpazlaşmasının sonunda 8 növ fenotip əmələ gələ bilər. Bəli, burada 4 növ. Bundan biri, bu ikincidir, bu dördüncüdür, bu üçüncü, birinci. 4 növ fenotip buradan üzə çıxır. Amma 2 növdə fenotip, bir bunlar müsbət, bu da mənfi. 2 növdə fenotip buradan çıxır. Deməli, 4-2 8 növ fenotip əmələ gələr. Bu düzgündür. Oğlanın uşağın əmələ gəlmə ehtimalı 32-də 3-dür. Yazsaq, bunun burada bunların birinci qan qrupunun əmələ gəlmə ehtimalı 1, 2, 3, 4-də 1-dir. 4-də 1-dir, vurulsun. Müsbət qan qrupu 4-də 3-dür. Oğlan olduğuna görə bu da 2-də 1. 4, 16, 16 da 2, 32-də 3. Bəli, bu düzdür. Sonda əmələ gələn fenotip növü, genotip növü, fenotip növündən 4 vahid çoxdur. Genotip növü, əmələ gələn genotip növü, bəli, genotip növü, fenotip növündən, deməli, fenotip oldu. 4 buradan, 2 buradan, 8, genotip de oldu 12. Bəli, bu da düzgündür. 12-dən də 8-dən çıxsaq 4. Sonra AORH mənfi tip uşağın doğulma ehtimalı 16-dır. 4-də 1-dir. Vururuq yenə də 4-də 1-ə. Mənfi 4-də 1-ə. Bu deyir 16. Burada oğlan qız demədiyinə görə elə onu orada saxlayırıq. Düzdür. Elə cavabımız A variantı olmuş olacaqdır. 20-ci sual. 2 dihidrozigot ətirli nohut bitkinin çarpazlaşmasının əmələ gələn qırmızı çiçəkli bitkilərin sayı yalnız bir əlamətə görə heterozigodun ağ çiçəkli bitkilərin sayından neçə vahid çoxdur, komplementarlıq mövcuddur. Bu deməkdir ki, 2 dihidrozigot fərq deyəndə, yəni böyük A, kiçik A, böyük B, kiçik B və bunların bir-birinin çarpazlaşması nəzərdə tutulur. Və bu zaman demək komplementarlıq var və bu zaman 9'u qırmızı olacaq, 7'si isə ağ olacaq. 9, yəni 9 ədədində A, burada həm böyük A ola bilər, həm kiçik A ola bilər, bir də B olmuş olacaqdır və bunlardan bu zaman bunlardan 2 dənəsi deyək ki, yalnız bir əlamətə görə heterozigot. 2 dənəsi bir əlamətə görə heterozigot olur. Məsələn, 2 dənəsi kiçik A, böyük B, kiçik B'dir. 2 dənəsi də böyük A, kiçik B, kiçik B'dir. Kiçik B'dir. Buradan da çıxaq.
Buradan da bunu çıxsaq, 9-dan 4-ünü çıxsaq neçə alınacaq? 5. Deməli 5 dənəsi olmuş olacaqdır. Sayı necə var? Çoxdur 5%. 2 diheterozigot fərdin çarpazlaşmasından hər iki valideynə görə homozigot olan fərdlərin 75%-i yaşama qabiliyyətinə malik olmazsa fenotipə görə parçalanma neçə olacaq? Deməli, ümumiyyətlə yadınıza saxlayın ki, bunların burada parçalanmada bu şəkildə gedər. 4-ün nisbəti 2-yə, 4 dənə 2 olur da, burada 2, 3, 4 dənə 2 və 4 dənə də 1. 3, bu da 4 dənə də 1. Oldu mu 4 dənə 2? Evet. Və bizdən soruşur ki, hər iki əlamətə görə homozigot olan 70 yaşama qabiliyyətinə malik olmazsa, yaşama qabiliyyətinə malik olmazsa hər iki əlamətinə görə homozigot olan sayılar bu 4 dənə 1-dir və bunun 75% gedərsə 1, 2, 3 dənəsi getmiş olacaq. Qalanlar bunlar qalacaq. 4 dənə 2, bir dənə 1, bu da B. 2 heterozigot fərdin çarpazlaşmasının əmələ gələn fərdlərin hansı hissəsi resiv əlamətlərin yalnız birinə malikdir? Genləliklə tam dominantlıq mövcuddur. Ümumiyyətlə yadınıza saxlayın ki, 2 heterozigot çarpazlaşması zamanı resiv əlamətlər deyəndə yazısında saxlayın ki, yaşıl və qırışıq əlamətlər nəzərdə tutulur. 9 dənəsi sarı hamar olur. 3 dənəsi sarı qırışıq olur. 3 dənəsi də yaşıl hamar olur. 1 dənəsi yaşıl qırışıq. Resiv əlamətin yalnız birinə dediyinə görə 3-ün üstə 3 kəsək neçə verir? 16. Bizə 16 kombinasiya var. Biz buradan xətt çəkəcəyik. Burada yazacağıq 16. 6-ya nisbəti. Bu da ixtisar gedir. 8-in 3-ə nisbəti. Bu da B variantına uyğun gəlmiş olur 22-ci sualımızda. 23-cü sualımızda nə deyir? 2 diheterozigot boz adodoşunun çarpazlaşması zamanı əmələ gələn yalnız bir əlamətə görə heterozigot olan bir əlamət boz doşanlar üçün ümumi nəsənin neçə hissəsini təşkil edir? 2 heterozigot fərd çarpazlaşması nəticəsində əmələ gələn boz adodoşanları yadınıza saxlayın ki, boz adodoşanları 1, 2 böyüksə, kiçiksə A şəklində olur. Bir də 2 dənə böyüksə, böyük ya, kiçik ya şəklində olur. Bunlar deyir 4. 16'nın da 4 ixtisar gedir, qalır 4'də 1. Yəni 4'də 1-ni təşkil etmiş olacaqdır. Sonra 1300 nəfərdən ibarət qəsəbələrin birində qan qrupuna malik insanlar 25%'dir. Yəni birinci qan qrupuna malik insanlar 25%'dir. Əgər A antigeninin rast gəlmə tezliyi 0,2 olarsa, bu zaman burada A antigeni daşıyan insanların sayı nə qədər olacaq? Deməli 0 qan qrupuna daşıyan insanlar 25%. Tezliyə çevirdikdə biz bunu 100'ə böləcək. 0'dan %25 eləyəcək. 0 antigeninin rast gəlmə tezliyi onda bərabər olacaq 0,5'ə. Deməli bizdə də deyir ki, A antigeni üçündə 0,2'dir. İndi biz bilirik ki, genlərin rast gəlmə tezliyi bütün genlər cəmi vahide bərabərdir. Yəni A üstə gəlsin qan qrupumuz 3 genlə B üstə gəlsin 0 bərabər olmalıdır 1'ə. Biz A-nı tapdıq, məlumları yerinə yazıb məhsulu tapaq. A var burada 0,2. Üzərinə gəlsin B yoxdur, elə B yazaq. Üstə gələk 0 da 0 burada da tapdıq ki 0,5 bərabərdir 1'ə. Buradan da B bərabərdir 0,2 ilə 0,5'i toplasaq 0,7. Birdən də 0,7'nin çıxsaq eləyəcək 0,3 əldə etmiş olacaq. İndi bizə nə deyir? A antigeni daşıyan daşıyan
A antigeni daşıyanlar yadınıza saxlayın ki bir A olacaq. Bir 2A 0 olacaq. Bir də 2A B olacaq. Deyə bilərsiniz ki, nəyə görə 2A 0, 2A B götürdünüz? Ona görə ki, biz tutalım ki, bunların iki ziqotlarını bir-biri ilə çarpazlaşdırsaq, məsələn, çarpazlaşdırma zamanı bunların alınması nisbəti, heteroziqotun alınması nisbəti 2-nin, məsələn, A0 ilə A0-ı çarpazlaşsaq, bu zaman A alınacaq, 2 dənə A0 alınacaq, bir də 0, 0 alınacaq. Eyni qaydanın da aynı digərlərinin çarpazlaşması nəticəsində də almaq olar. Ona görə də biz bunu bu şəkildə yazdıq. İndi gəlin, burada antigenlərin verilib. İndi onlara bu verilən məlumatlara istifadə edərək onların rast gəlmə tezliklərini hesablayaq. Deməli, nə edəcəyik? Birinci A üçün hesablayacağıq. Dedik ki, A geninin 0,5'də vuracaq. 0,5'ə eləyəcək necə? A antigeni üçün biz necəsi tapdıq? A üçün 0,2 idi, üzr istəyirəm. Ben yazar. A üçün 0,2'ni vuracağım 0,2'ye. Bu deyəcək 0'dan %4, bu da eləyəcək 4%. O üçün 2 vurulsun. A'mız 0,2 idi. 0 isə 0 genimiz 0,5 idi. Deməli 0,2'ni 0,5'ə bölsə 0,10 olur. Bunda 2'ye bölən 0,20. 0,20. Bu da bərabər olacaq 20%. A-B'ni hesablasaq 2 vurulsun. A'nı tapmışdıq. Necə? 0,2 vurulsun. B'ni də tapmışdıq. 0,3. 0,2 3'ə vursaq 0,6. Onu da vuranda 0,12. Bu tezliyi də faizə çevirsək 12%. Bunları toplayacağıq indi. 20'nin üstünə 12 gəlib, üstünə də bunların hamısının bir-birinin üzərinə gələcək. Bu da eləyəcək 36%. Cəmi 36%. İndi 1300 nəfərdə 100%-dirsə, x nəfərdə də 36% etmiş olacaq. Buradan da x-imiz bərabər olacaq 468 adam. Yəni burada olacaq A variantı 468 adam. Sonra keçək. İki cüt boz ada dovşanın çarpazlaşmasından çarpazlaşdırılmışlar. Cütlərin çarpazlaşması minimum. İki cüt çarpazlaşmasından isə cütün çarpazlaşmasından minimum, iki cütün çarpazlaşmasından isə maksimum kombinasiya alınmışdır. Və bizdən soruşur ki, bu alınan fenotip sayının birinci çarpazlaşmadan alınan fenotip sayının ikinci çarpazlaşmadan alınan fenotip sayına olan nisbəti neçə olacaqdır? İndi bunu həll etmək üçün nə edəcəyik? Birinci yazacağıq ki, iki dilli heterozigot boz ada dovşanını boz ada minimum almaq, bir də maksimum almaq lazımdır. İndi birinci minimum almaq istəyirik. Boz ada dovşanı minimum almaq üçün birinci üçün yazıram mən bunu. Minimum almaq üçün hər ikisi məsələn böyükcə, böyüyə çarpazlaşırsa böyükcə, böyük A ilə bu zaman elə minimum bir dənə form alacaq. Böyükcə, böyüyə boz ada dovşanı almış olacaq. İndi maksimum alınması üçün iki heterozigot ada dovşanını çarpazlaşdırmalıyıq. İkinci böyükcə, kiçikcə, böyük A, kiçik A.
Bunu da çarpazlaştırsaq, böyük C, kiçik C, böyük A, kiçik A ilə bu zaman alınan burada bu zaman alınacaq bir dənə böyük C, böyük C, böyük C, böyük C, böyük C, böyük A, böyük A. Bir dəfə böyük C, kiçik C, böyük A, böyük A. Sonra bir dəfə də kiçik C, kiçik C, böyük A, böyük A. Sonra bir dəfə də alınacaq kiçik C, kiçik C, böyük A, böyük A. Kiçik C, kiçik C, böyük A, kiçik A. Sonra yenə də kiçik C, kiçik C, kiçik A, kiçik A. Sonra deməli kiçik C, kiçik A. Yəni sonra kiçik böyük C, kiçik C, böyük A, böyük A. Böyük C, kiçik C, böyük A, kiçik A. Böyük C, kiçik C. Kiçik A, kiçik A. Bu cür deməli indi bu zaman neçə fenotip alınıb? Burada baxsaq, bu zaman yəni bunlar bozdular. Boz. Ne bu yox, bu boz olmayacaq, boz. Harda böyük və kiçik A gördüksə boz olacaq. Həm qara aldı, həm də ağ alınmış oldu və bunlar da ağdır. Ona görə də deməli boz, qara, ağ alınmış oldu. Onda bunlarda hansı genotip? 3 dənə fenotip bizə çıxdı. Birisində isə, burada isə ancaq bir fenotip, boz fenotip bizə çıxdı. Bunun birinin nisbəti olacaq. Birinci çarpazlaşmada 1 oldu, ikinci çarpazlaşmada 3. Bu da D variantına uyğun gəlmiş olacaqdır. 26-cı sualımızda nə edir? 1600 nəfərdən ibarət olan qəsəbədə insanların 206 homozigot müsbət resursludur. Bu barədə bu qəsəbədə müsbət resurs amili müəyyən edən genə malik olan insanların rast gəlmə tezliyi neçədir? İndi deməli 1600 nəfər var. 1600 nəfər var. 1600 nəfər 100% təşkil edir. Deyir ki, 256-sında homozigot müsbət resursludur. 256-sı da neçə faiz edəcək? X faiz. X-ımız da bərabər olacaq 16-ya. Deməli 16%. Buradan da o deməkdir ki, tezliyə də çevirsək müsbət resursdur. Deməli, R bərabərdir 0,16-ya tezliyə çevirəndə. Buradan da R-imiz bərabər olacaq 0,4-ə. Deməli, biz bilirik ki, böyük R üstə gəlsin, kiçik R bərabərdir 1 olduğundan gətirəm, yerinə yazıram. Böyük R-im neçədir? 0,4. Üstə gəlsin, kiçik R bərabərdir 1-ə. Buradan da kiçik R-imiz bərabər olacaq 0,6-ya. 0,6-ya. Deməli, bizdə müsbət resurslar nə zaman baş verir? Müsbət resurslar bir R olanda, bir də böyük R, kiçik R olanda. Gətirək yerinə qoyaq. R olanda 4-ü, 0,4-ü. R olan üçün tapırıq. 0,4-ü vuracam 0,4-ə. Bu da eləyəcək 0,16, yəni 16%. Yox, tezliyin deyil, elə 0,16-da saxlayacağım. Sonra 2 bu üçün hesablayacağım. 2 vurulsun böyük yerimiz 0,4 idi. Kiçik yerimiz 0,6'dır. Bu da bərabərdir. Bunun da 0,4'ü 0,6'ya vuranda 0,24 olunur. Onu da 24 olur.
Onu da 2'yə vurdan 0,48. 0,48 ilə hər ikisi müsbət rəzəslə 0,16-nı hesablayaq. Çarpı toplasaq eləyəcək 0,64. Deməli, bu qanun rast gəlmə tezliyi 0,64-ə bərabər olmuş olacaqdır. Keçirik növbəti sualımıza. Növbəti sualımızda deyilir ki, A, B, böyük ya kiçik ya, böyük B, kiçik B, bir də kiçik C, kiçik C, genotipli fərdin A, B, C qameti əmələ gətirmə ehtimalı neçə faizdir? İlk öncə yazaq bunu. Buradan yazsaq, bu böyük A, kiçik A, böyük B, kiçik B, kiçik C, kiçik C. Bunlar necə qamət əmələ gətirir? Bu əmələ gətirir, verir bir böyük A, kiçik B, kiçik C. Bir bu qaməti verir. Bir verir kiçik A, böyük B, kiçik C. Bir dənə belə qamət verir. Bir dənə verir A, böyük B, kiçik C. Bir də A, B, C. Qamətə əmələ getmə neçə faizdir? 1, 2, 3, 4. Yəni 4-də 1-dir. 4-də 1-i də vursaq 100-dən neçə edəcək? 25%. Deməli, bunun əmələ gətirmə ehtimalı 25%-ə bərabərdir. 28-ci sualda. 28-ci sualımızda bizdən nəyi soruşur? 28-ci sualımızda soruşur ki, Zeynəbin ata və anasının, ana nənələrinin talasemiya xəstəsi, babalar isə sağlam olmuşdur. Zeynəbin daşıyıcı olmayan sağlam dünyaya gəlmə ehtimalı neçə faizdir? İndi birinci biz bunların ata nənələrini hesablayaq. Birinci məsələn tutalım ki, ata və anasının nənəsi xəstə olub da. Ata və ana nənəsi. Ona görə götürürük xəstə bu ata nənəsidir. Babası isə sağlam olub. Ona görə bu yazdıq belə. O zaman nə alınacaq? Bunların valideyni atası olacaq. Nə böyük A, kiçik A. Sonra isə bunun anası da, ana nənəsi də xəstədir də. Bunu da belə yenə bu zaman yenə də alınacaq böyük A, kiçik A. Və bunun ata-anası ilə də nigahından, deməli, atası da, anası da hər ikisi heterozigotdur. Və burada nə alınacaq? Burada alınacaq böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir də kiçik A, kiçik A. Bizdən nə soruşur? Zeynəbin daşıyıcı olmayan sağlam dünyaya gəlmə ehtimalı. Sağlam dünyaya gəlmə ehtimalı 4-də 1-dir. Məsələn, görürsünüz və 4-də 1 böyük A-lar 4-də 1-dir. Bu da eləyəcək. Deməli 4-də 1 Zeynəbin sağlam dünyaya A geni 4-də 1. Amma Zeynəb qız uşağı qızı olmağının ehtimalı da 2-də 1-dir. 4-də 1-i 2-də vursaq eləyəcək 8-də 1. Bu da eləyəcək C variantı. Ümumiyyətlə uşaq desəydi 4-də 1 götürəcək. Yenə oğlan və yaxud da ki qız cinsi deyirsə mütləq 2-də 1-ə vurmaq lazımdır. Çünki dünyaya gələn övladın oğlan və yaxud da ki qız olması 50-50-dir. Yəni 50% qız da ola bilər, 50% oğlan da ola bilər. Sonra göyərçinin toxumluğun yetişmə zonasına toxumluq və yumurtanın yetişmə zonuna bərabər sayıda hüceyrə daxil olmuşdur. Əgər əmələ gələn qametlərin cəmi ədəd burada yazılıb 50 olarsa maksimum neçə yönəltici cisim Y xromosomu daşıyır. Deməli, bunlarda 50 olarsa bu zaman neyik?
Deməli, yadınıza saxlayın ki, dişilərdə bir dənə qamət əmələ gəlir, qalanı yönəlici cisimdir. Erkəklərdə isə 4-dən də 4-ü də elə qamətə çevrilir. Ona yazaraq 4x. Burada da cəmi neçə eləyəcək? 5x-a bərabər olmuş olacaqdır. Buradan da 5x deyir, qametin sayı 50-dir. 5x bərabərdir 50 yazsaq, x-imiz də bərabər olacaq 10-a. Burada 50 düşməyim, ona görə yazırım. Burada 50 yazılıb əslində. X-imiz də bərabər olacaq 10-a. Deməli, 10 hüceyrə daxil olub. Buradan 10 hüceyrə daxil olub. Bərabər sayda dediyinə görə burada 10 hüceyrə daxil olub. Və nəyi soruşur? Əmələ gələn qamətlərin maksimum neçə yönəlici cisim Y xromosomu olar? Deməli, göyərçin biz bilir ki, heteroqametdir. 10 hüceyrəsindən neçə dənə? 10 vuracaq 4-də eləyəcək 40 dənə hüceyrə. Onun 20'si X olacaq, 20'si isə Y olacaq. Və bizdən deyir ki, maksimum. Maksimum dediyinə görə elə 20'si də olmuş olacaq, qamətlər X-dan olacaq. Ona görə də cavabımız olur A variantı. Deməli, onu da buradan onda 10 dənə qamətdə X olacaq. 10 dənə X yönəlici cisimcikdə 20 dənə Y yönəlici cisim olmuş olacaqdır. Çünki 3 dənə yönəlici cisim olunur, 1 dənə qamət. Əgər insan ertositlərində olub, qan qrupunu müəyyən edən antigenlərin hamısı arasında natamam dominantlıq olsaydı, insan fenotipində neçə qan qrupu olardı? Yadınızda saxlayın ki, insan fenotipində əgər belədir də qan qruplar A, B-dir, A sıfırdır, A adım, B sıfırdır, B, B'dir, bir də 0, 0'dır. Əgər tutalım ki, bunların da tutalım ki, A sıfırda, B sıfırda müəyyən bir fenotip olsaydı, bu zaman 1, 2, 3, 4, 5, 6 dənə fenotip olacaqdı. Sonra 31. Qan analizi verən zaman müəyyən olundu ki, Ruhiyyənin qanın formalı elementlərini Zeynəbin isə plazmasını hər kəsə köçürmək olar. Lalə Zeynəbin formalı elementlərini ala bilərmi? İndi bir ikinci yazaq. Deyək ki, Ruhiyyənin qanın formalı elementlərini köçürmək mümkündürsə, Ruhiyyənin qanı deməli neçənci qan qrupu olacaq? Ruhiyyə olacaq 1-ci qan qrupu. Ruhiyyə olacaq 1-ci qan qrupu, yəni 0, 0. Sonra nə deyək? Zeynəbin isə plazmasını hər kəsə köçürmək olar. Zeynəb olacaq. Zeynəb də olacaq. 4-cü qan qrupu, yəni A, B. Sonra Lalə Zeynəbdən formalı elementi ala bilər. Lalə Zeynəbdən formalı elementi ala bilərsə, deməli Lalə də 4-cü qan qrupudur. 4-dür. A, B. Sonra nə deyir? Aygün isə Ruhiyyədən plazma ala bilər. Aygün də Ruhiyyədən plazma ala bilərsə, deməli Aygün də 1-ci qan qrupudur. 1-ci qan qrupu, yəni 0, 0. İndi bizə Ruhiyyə 1-ci qan qrupuna malikdir. Fikir səhvdir. Ruhiyyə 1-ci qan qrupuna malikdir. Bəli, düzdür Ruhiyyə. Zeynəb 4-cü qan qrupuna malikdir. Bəli, tapdıq. Lalə Zeynəbə qan verə bilər. Bəli, Lalə Zeynəbə görsüz. Hər ikisi 4-cü qan qrupda bir-birlərinə qan verə bilər. Deməli, Ruhiyyə plazmasını Zeynəbə köçürmək olar. Ruhiyyənin plazmasını, qan plazması anti-A var.
və anti-B var. Bunun zeynəbə köçürsək, onun eritrositlərini çöktürər və neynir? Onun ölümünə səbəb ola bilər. Ona görə də bu mümkün deyil. D variantı. Sonra deyir, rəvan toyuq fermasında olan fərdlərinin cəmi 3000-dir. Bu fərdlərin 120-si ağ olarsa, neçəsi mavi rəngdə olacaqdır. İndi gəlin bunu yazaq. Deməli, 3000 neçə faiz olacaq? 3000 olacaq 100%. Deyir ki, 120-si ağ rəngdədir. 120-si neçə faizdir? 120 də eləyəcək. X da bərabər olacaq 4%. 4%. Bunu tezliyə çevirsək, deməli 0,100. Deməli, AA biz istə ağ rəng resessivdir. AA 0,4'dür. Onda A-nın rast gəlmə tezliyi nəyə bərabərdir? 0,2'yə. Tapdıq A-nın rast gəlmə tezliyi. Biz bilirik ki, genlərin rast gəlmə tezliyi, yəni böyük ya kiçik üstəgəl 1'ə bərabərdir. Kiçik A-mız var. 0,2. Deməli, 0,2'nin üzərinə böyük A-nı gəlsək 1'ə bərabər olacaq. Böyük A-mız da buradan bərabər 0,8'ə. İndi tapdıq 0,8. Bizə neçəsi mavi rəngli? Mavi rəngli olması üçün bu düsturda 2 böyük A, kiçik A. Gəlin rast gəlmə tezliklərini yazaq. Yəni birinsin. A-mızı neçə tapdıq? 0,8 yazıram. Kiçik A neçə tapdıq? 0,2 yazırıq yerinə. Bu da bərabər olacaq. 0,8'i 0,2'yə vuranda 0,16. Onu da ki 0,32. 0,32 olmuş olacaqdır. Deməli, neçəsi mavi rənglərdədir. Buradan da biz hesablayacağıq sonra. 0, deməli 0,32'də 32% eləyəcək. Onda 3000'i də deyir. 3000'i vuracağım 32'yə, böləcəm 100'ə. Bu da eləyəcək 960. Yəni orada mavi olma ehtimalı 960'a bərabər olmuş olacaqdır. Sonra bizdən nə soruşur? Bir canlıda olan xromosom və genlər verilmişdir. Verilənlərə görə bu canlıda olan xromosomların sayı və əmələ gətirə biləcəyi maksimum qamət müxtəlifliyi neçə olacaq? Deməli, bu canlıda olan xromosomun sayı və maksimum qamət müxtəlifliyi dediyinə görə biz bax burada biz heteroqametləri götürəcəyik. Yəni heteroqamet neçədir, nədir? Və bunlar iki burada. 2 burada. 4. Bu 6, bu 8. Deməli 8 dənə xromosom var. Və neçə dənə qamət olacaq? 8 xromosom var və hər bir xromosom da 2 qamət versə 16 qamət olacaq. 8-də 2. Deməli 8 xromosom oldu, 16 qamət. Onların da 8'in üstünə də 16 gəlsək eləyəcək 24. 24 olmuş olacaqdır. Bu da B variantı. 2 diheterozigot sarı hamar noxudların çarpazlaşması zamanı yalnız bir əlamətə görə dominant fərdlər salamat qalarsa, alınan nəsildə fenotip nisbəti necə olar? Deməli, 2 diheterozigot dediyinə görə biz yazırıq birinci. Salamat qalanlar, yəni birinci salamat qalma ehtimalı olanlar, bir əlamətə görə dominant olanlar B, deməli bunlardır. Bir də kiçik A, böyük B, böyük B, böyük A, kiçik B, Yəni bir də kiçik A, böyük B, kiçik B. Salamat qalma ehtimalı olanlar ancaq bunlardır və bizdən nəsə soruşur? Salamat
Bunlarda nədir? 2 sarı qırışıq, 2 də yaşıl hamardır. Alınan əsərdə fenotip nisbəti necə olacaq? 2-nin 2 dedik ki, sarı qırışıq, 2 dənə yaşıl hamar. 2-nin 2-yə, bunu da belə yazmırıq da, 1-in 1-ə nisbəti. Sadə rəqəmlər şəklində yazırıq. O da eləyəcək C variantı. Sonra 35-ci sualımızda nə soruşur? 3 fərqli əlamətə görə böyük A, böyük B, böyük C fenotipinə malik olan canlılar kiçik A, böyük BC qaməti əmələ gətirmə ehtimalı 50%-dir. Bu canlı böyük A, böyük B, kiçik B, böyük C, kiçik C genotipli fərqlə çarpazlaşmasına əmələ gələn genotip müxtəlifliyi neçə olar? Genlər ilişikli deyil. Və bu zaman deməli, böyük A, böyük B, böyük C genotipinə malik və olan 3 fərqli əlamətə görə AB qamət əmələ gətirmə 50%-dirsə, AB qaməti əmələ gətirmə 50%-dirsə, o zaman birincinin genotipi bu şəkildə olacaqdır. Böyük A, kiçik A 50% olması üçün həmin qamətin böyük B, böyük B, böyük C, böyük C. Sonra nə deyirəm? Bununla çarpazlaşdır. Get çarpazlaşdıraq bununla. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Əmələ gələn genotip müxtəlifliyi çarpazlaşması nəticəsində bununla 2 heterozigotun çarpazlaşmasına neçə dənə genotip alınır? 3 dənə yazırıq. Bura 3 dənə yazırıq. Bir də yazmaq. Böyük B ilə kiçik. Bununla dominantla resifin parçalanması neçə? 2 dənə genotip müxtəlifliyi alınır. Bunun altına yazarım ki, böyük dominantla yenə də heterozigotun çarpazlaşmasından yenə də 2 dənə müxtəlifliyi almış olacaqdır. Biz bunları neyəcək? Bir-birinə vuracaq. 3-ü 2-yə vuracaq. Edəcək 6. 6-nı 2-yə vuracaq. Edəcək 12. Deməli 12 dənə müxtəliflik alınmış oldu. Sonra 36-cı sualımızda bizdən nə soruşur? 36-cı sualda soruşur ki, 2 heterozigot fərdin çarpazlaşması zamanı əmələ gələn fərdlərin hansı hissəsi fenotipcə valideynindən fərqlidir? Genlər ilişikli deyil, tam dominantlıq məlumdur. Ümumiyyətlə bilirsiniz ki, Mendel qanunlarından da 2 heterozigot fərdin çarpazlaşması zamanı 9 dənəsi sarı hamarı olur. 3 dənəsi sarı qırışıq olur. 3 dənəsi yaşıl qırışıq olur. Bir dənəsi isə üzr istəyirəm. 3 dənəsi 9 dənəsi sarı hamar oldu. 3 dənəsi sarı qırışıqdır. 3 dənəsi yaşıl hamardır. Yaşıl hamar. Bir dənəsi isə yaşıl qırışıq olur. Və bizdən nəyi soruşur? Fenotip valideynindən fərqlidir. Valideyn sarı hamardır. Valideynindən fərqli olanlar bir sarı qırışıqdır, yaşıl hamardır, bir də yaşıl qırışıq. Bunları da hesablasaq 3 üstə gəlsin, 3 üstə gəlsin 1 neçə edəcək? 7. Cəmi nədir? Neçə kombinasiya əmələ gəlir? 16. 16-da 7-si. Burada da eləyəcək ya da B variantı. 37-ci sualımızda nə soruşur bizdən? 37-ci sual. B müsbət RH fenotipli qan qrupuna malik ana ilə A RH mənfi fenotipli malik atanın nikahında valideynlərlə eyni qan qrupuna malik uşaqlar doğulmuşdur. Bu ailədə o RH mənfi qan qrupuna malik oğlan uşağının doğulma ehtimalı neçədir? Birinci nə edəcək? Birinci bunu çarpazlaşdıracaq. A RH mənfi tipli. Birinci valideyn deməli B fenotipli qan qrupu B0 çarpazlaşmalıdır ki A0-la bu zaman nə alınır? Bunun çarpazlaşmasından alınır. B0 sonra BA bir də
0, 0. Yəni bundan bir dəfə B ilə bu birləşdi. Sonra B ilə bu birləşdi. Sonra 0 ilə. Bir də 0A. 4 dənə olmuş oldu. İndi bizdən nə soruşur? Sonra mənfi ilə müsbətlə mənfi r kiçik, bu da çarpazlar kiçik yerlə mənfi ilə çarpazlaşanda bu zamanda alınır ancaq 2 dənə böyük r, kiçik r, bir də kiçik r, kiçik r. İndi nəyi soruşur? Bizdən deyir ki, o RH mənfi qan qrupuna görə olan 4də 1-dir. O qan qrupuna malik olması 4də 1-dir. O olması üçün. Sonra mənfi qan qrupuna malik olması üçün 2də 1-dir. 2də 1-də mənfi qan qrupu olanda. Oğlan olma ehtimalı isə 2də 1-dir. 4-ü 2-yə vursaq eləcək 8, 8-də 2-yə vursaq 16-da 1 olmuş olacaqdır. Bu da B variantı. Ümumiyyətlə yadınıza saxlayın. Oğlan olma ehtimalı deyirsə, yaxud ki qız olma ehtimalı deyirsə, o zaman həmişə onu 2də 1-ə vurun. Sonra 38-ci sualımızda soruşur. 2 dihidrozigot noxuz bisin çarpazlaşmasından alınan genotipə görə valideynin eyni olan fərqlərin valideyn fərqli olan fərqlərə nisbəti. Ümumiyyətlə yadınızda saxlayın ki, valideyn forma belədir də 4 dənə 2, sonra isə 4 dənə də 1. 1, 2, 3, bu da 4 dənə də 1. Yəni genotip nisbəti bu şəkildə alınır. Bu 4 dənəsi valideynin eyni genotipi olur. Yəni 4A böyük A, kiçik A, böyük B, kiçik B. Amma 2 dənəsi olur böyük A. Yəni başa düşürsünüz deyə buradan yazaq. Böyük A, böyük B olacaq. Sonra böyük A, kiçik B olacaq. Sonra bu ikisi büyük A, büyük B, küçük B olacak. Sonra küçük A, büyük B, küçük B olmuş olacaktır. Kalanlar ise bunlar. Bu birler olacak. Büyük A, büyük B, sonra küçük A, küçük B, sonra büyük A, küçük B olmuş olacaktır. Yani buradan da büyük A, küçük A, büyük B, küçük B. Bu şekilde olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 2, 3. Buna uygun gelir. Buna uygun gel. Bu buna. Bir dənəsi qaldı. Bir dənəsi də küçük A, büyük B. Bu şekilde alınmış olacaktır. Ve buradan da gördüğümüz kimi valideyne uygun olmayan hansıdır? 4 dənəsi valideyne uyğundur. Qalan 2, 4, 6, 8, 9, 10, 11, 12. 12 dənəsi də valideynə uyğun genotipə deyil. 4, 12 şəklində yazmırıq, sadələşdirib yazırıq. Ümumiyyətlə heç vaxt ən sadə həmişə hər şeyi sadə şəkildə yazmaq lazımdır. 4 ilə 12 4-ə ixtisar gedir. 1-in 3-ə nisbəti. Bu da 1-in 3-ə nisbəti harda olacaq? Y variantı. 39-cu sualımızda soruşur ki, Saadətin ata və anası müsbət resursludur. Hər ikisi fərqli qan qrupuna malik. Ailədə doğulan bütün yalnız ikinci qan qrupuna malikdir. Mənfi resurs olma ehtimalı olarsa verilən fikirlərdən hansı yanlışdır? Deməli, hamısı ikinci qan qrupuna olubsa, deməli, Saadətin ata-anasının qan qrupu bu şəkildədir və bunların çarpazlaşması nəticəsində A0 ikinci qan qrupu olur və bütün yalnız ikinci Saadətin qan qrupu mənfi resurslu olarsa verilən fikir hansı? Dünyaya gəlmə ehtimalı deməli, Saadətin dünyaya 8-də 1-dir.
Saadətin dünyaya gəlmə ehtimalı 8-dən 1-dir. Ola bilər. Məsələn, tutalım ki, yanlış olan bizdə soruşur. Bu ailədə dünyaya gələcək uşaqların qan qruplarına genotipdə 3 növ ola bilər. Deyir, Saadətin anasının qan plazmasında anti-B ola bilməz. Xeyr, bu düzgün deyil. İstəyir Saadətin anası böyük A ikinci qan qrupu və yaxud da ki birinci qan qrupuna malik olsun. Onların qan plazmasında mütləq anti-B olur. Ona görə də cavabımız, yanlış cavabımız D variantı olmuş olacaqdır. Patau sindromlu insan hüceyrə nüvəsində bir xromosom maksimum neçə oxşarı olur? Dedik ki, Patau sindromu XX-də bir xromosomunda maksimum neçə oxşarı oldu? 2 dənə. D variantı. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.